Salam, bugün sizinlə Cənubi Afrika Respublikası haqqında danışacağıq. Cənubi Afrika Respublikası Afrikanın cənubunda Atlantik və Hind okeanı sahillərində yerləşən dövlətdir. Namibiya, Botswana, Zimbabve, Mozambik, Esvatini, Lesotho ölkələrlə sərhəddə malikdir. Lesotho Cənubi Afrika Respublikasının içərisində yerləşən anklav dövlətdir. Cənubi Afrika Respublikasının paytaxtı 3 dənədir. Bunlardan əsası Pretoriyadır, inzibati mərkəz sayılır. Bloemfontein bu məhkəmə mərkəzi sayılır və Cape Town isə qanunverici orqanın yerləşdiyi şəhər sayılır. Və həmçinin CAR-ın əsas şəhəri kimi biz Johannesburgu da deyə bilərik. Deməli, Pretoria, Bloemfontein və Cape Town paytaxt şəhərlərdir. Johannesburg isə əsas şəhəri sayılacaq. Və buradan qeyd edirik ki, CAR-ı cənub tropik xətti kəsəcək. Həmçinin tropik və subtropik iqlim qurşaqlarında yerləşəcək. Unitar parlamentli respublika ölkədir. Afrikada yeganə inkişaf etmiş ölkədir və Afrikada yeganə ölkədir ki, G20-yə üzvdür. Qızıl, almaz kimi ehtiyatlarla zəngindir və köçürmə kapitalist ölkə kimi də Cənubi Afrika Respublikasının adını çəkə bilərik. Burada, yəni dünyada dil ailələrinin çox olduğu, rəsmi dillərin çox olduğu ölkələrdən biri də Cənubi Afrika Respublikasıdır ki, burada 11-dən 11-ə yaxın bu ölkənin 11-ə yaxın rəsmi dili mövcuddur.